Özünə məşğulluq proqramı çərçivəsində daha bir qrup müharibə iştirakçısına seçdikləri biznes istiqamətləri üzrə avadanlıqlar təqdim edilib. Bu barədə Dövlət Məşğulluq Agentliyindən məlumat verilib. Verilən avadanlıqlar hesabına proqram iştirakçıları avtotəmizləmə, kişi bərbərxanası və sairə fəaliyyət istiqamətləri üzrə kiçik biznes sahələrini yaradıblar. Qeyd edək ki, Vətən müharibəsindən sonraki dövrdə 13.350-yədək, o cümlədən bu il 1000 nəfərə yaxın müharibə iştirakçısı üçün özünə məşğulluq proqramı əsasında kiçik təsərrüfatlar qurulub. Müharibədən qayıtdıqdan sonra özümə iş olaraq, yəni bərbərlik sənətini seçdim. Həmin vaxtlarda imkan olmadığım üçün kirayə avadanlıqlar götürüb istifadə edirdim. Sonra dostlarımdan, tanışlarımdan eşidirdim, yəni bu Dövlət Məşğulluq Agentliyinin belə bir verdiyi avadanlıqlar var, gedib müraciət etdim. Təlimlərə məni cəlb etdilər. Təlimləri uğurla bitirdikdən sonra avadanlıqları götürməklə bağlı məni çağırış etdilər. 2-ci Qarabağ əlli qazisiyəm. Özüm Füzuli istiqamətində, Qubadlı, Şuşa istiqamətində döyüşmüşəm. 3-cü qrup əliləm. İşsiz idim, dostlarım məşğulluğun, bu özünə məşğulluq proqramından faydalandı və mən də bildim, bu proqrama cəlb oldum. Mən də bu özünə məşğulluq xidmətinə qoşuldum. Təlimlərə cəlb olundum və uğurla bitirdim. Bugünkü gündə də avadanlıqla təmin olunmuşam. İnşallah öz biznesimi qurub fəaliyyət göstərəcəyəm. İşləməyə başladım müharibədən sonra, yəni başqa bir işlə məşğul ola bilmədim. İstədim elə bir moyka işi ilə, yəni avto yuma, avto təmizləmə işi ilə məşğul olum. Mənim qazi dostlarım məşğulluğa müraciət edib yararlanıblar. Mən də Məşğulluq Agentliyinə müraciət eləmək qərarına gəldim. Təlimlərə cəlb olunduq, təlimləri bitirdim və indi inşallah ki, avadanlıqlarla təmin olundum. Bugündən belə inşallah yəni öz işimi qurub öz işimlə məşğul olacağam.